Nə qədər canında can var, hər yerdə demişəm və deyəcəm də. Qəhrəmanları yəni hər zaman anmaq lazımdır. Hər zaman tək elə bir gün anım günü yox, soyuqda da, yağışda da, qarda da necə mən ziyarət edirəm. Həmin günləri xanım ananı mən burada görürəm. Əzizlərim, hər zaman gəlmək lazımdır. Tək anım günü yox. Bu günlərə bizim qəhrəman qardaşımız, komutanım, kurs yoldaşım, xidmət yoldaşım, Polkon Leytenant Vüqar Ağayevin anım günüdür. Onu qeyd etmək istərdim ki, Qəhrəmanlar Diyarı Qubatlının Qaçaq Nəbisi, Həcər xanımı, Əliyar Əliyevi, Şükür Həmidovu, Faiq Qasımovu və nəhayət ki, mənim dostum, kurs yoldaşım, xidmət yoldaşım Ağayevin anım günündə çox qürurlu dayanıram və onu deyim ki, həqiqətən də komutanım 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmağı ilə bərabər eyni cəbhələri bölüşməsək də hərbi məktəbi 93, 94-cü, 95-ci illərə kimi məndən böyük kurs olub, kurs yoldaşıyıq. Açığını deyim sizə, əziz qonaqlar, əziz ziyarətçilər, müharibə görmüş insan bir daha müharibəyə getməz. Müharibə hasad bir şey deyil. Müharibə nəinki şəhid olmaq. Şəhid olmaq gözəldir, nəinki orada başqa problemlərlə yaşamaq mümkündür. Və ona görə də mən həqiqətən də Vətən müharibəsi qəhrəmanı Vüqar Ağayevin və anası xanım anamın qarşısında baş əyirəm. Və onu da qeyd edim ki, təsadüfə baxın ki, mən Qubatlının yazı düzünə qədər artıq 2 komandir şəhid vermişdim. Biri Lənkərandan Mayor İqbal Bayramov, ikincisi yazı düzündə Mayor Məmmədov Xəyal Şəki şəhərində. Və onu da qeyd edim ki, və fəxrlə deyə bilərəm ki, yazı düzünə Azərbaycanın şanlıq bayrağı şəxsən mənim çiynimdə. Fəxrimiz olan General Leytenant Mais Bərxdarovun əmri ilə 4 əskər mənim, 7 əskər Leytenant Bəşirli Marifin dəstəsi ilə bərabər Qubatda hamınız tanıyırsınız oranı. Bala Sultanıdan yazı düzünə çıxan Deravalda, yoxuşda erməni zabitini diz çöktürərək qara pikapını əsir götürmüşəm və rəhmətlik onda düzdür, dağ tumasdaydı hələ ki, çünki onda Şükür Həmidov artıq şəhid olmamışdı, 2 gün sonra şəhid olacaqdı. Ayın 21-də Qubatlının yazı düzünə ayın 20-də bayrağı, şanlı bayrağımızı dalğalandırdığım bayrağı Qafan yoxsa Gorusla sərhəddə ən yüksək şəhid olduğu yerdə ən uca zirvədə dalğalandırmışdır. Və o bayraq düzdür, əlimizə gəlib çata bilmədi. Amma onu da qeyd edim ki, Vüqarla mən 2 gecə 3 gün bir yerdə döyüş tapşırığı yerinə yetirdik. Yazı düzünə sağ tərəfdə olan qəhrəmanlar postu olan, hansı ki orada həkimimiz də şəhid oldu və mən ağır yaralandım. Göydə Allah, yerdə məni Vüqar komutanım xilas etdi. 11 saat komada oldum və məni təxliyə etdirib. Mən özümdə olmamışam. Ona görə demək istəyərəm ki, yenə də təkrar edirəm. Qarabağ müharibəsində iştirak edən düşmənə nifrət, qisas hissi, Xocalı, Kəlbəcər, Laçın, Ağdam. Ona görə də o nifrət hissi bizim içimizdə daima döyünürdü. Və biz həmişə şəhidlər ölmür. Şəhidlər unudulanda ölür sayılır. Ona görə də Allah ziyarətinizi qəbul etsin. Nə qədər canımda can var, mən ömür boyu ziyarətimi edirəm və edəcəm də. Əziz xalqım, əziz Qubatlılar və burada hörmətli müəllimlər, ziyalılar, şəhid anaları, bacıları, qısası hamısından alınıb. Amma təbliğat hər zaman olmalıdır. Məni vətənpərvər yetişdirən atadan gəlmə olsa da, amma mənim müəllimlərim idi. Biz bir ailədə 3 qardaş döyüşçü olmuşuq. Mən ona görə də nə qədər canımda can var, hər yerdə demişəm və deyəcəm də. Qəhrəmanları hər zaman anmaq lazımdır. Hər zaman tək elə bir gün anım günü yox, soyuqda da, yağışda da, qarda da necə mən ziyarət edirəm. Həmin günləri xanım ananı mən burada görürəm. Əzizlərim, hər zaman gəlmək lazımdır. Tək anım günü yox. Xahiş edirəm bundan sonra məktəblərdə, ictimai yerlərdə, hər yerdə bildirilsin, təbliğat getsin. Artıq yenə deyirəm, Qəhrəmanlar Diyarı Qubatlının 4-cü ya 5-ci milli qəhrəmandır ki, hansı ki mən eyni cəbhəni bölüşmüşəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizin canı sağ eləsin. Allah analarımıza səbr versin. Çok sağ olun. Çok sağ olun. Yaxşı olun, müəllim. Allah sənə də eləmərə rəhmət eləsin.